Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 5 dekabr saat 19-da Kamal Abdullah'nın romanı əsasında Sehirbazlar Dərəsi tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 5 dekabr saat 19-da Pərvin Nurəliyevanın Mən öləndə ağlama mono tamaşasına baxa bilərsiniz. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında 6 dekabr saat 12-də Vladimir Neverovun Volшебная karusel, 19-da isə Lermontovun Maskarad tamaşaları təqdim olunacaq. Azərbaycan Dövlət Pantomim Teatrında 6 dekabr saat 18-də Hüseyn Cavidin əsəri əsasında İblis tamaşası təqdim olunacaq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrda 7 dekabr saat 19-da Marat Haqverdiyevin eyni adlı əsəri əsasında Amerikalı Kürəkən musiqili komediyası səhnələşdiriləcək. Tamaşa Ramiz Mirişlinin musiqiləri əsasında hazırlanıb. Azərbaycan Dövlət Kukla Teatrında 7 dekabr saat 12, 14 və 16-da Xanımana Əlibəylinin Dovşanın ad günü nağıl poeması əsasında tamaşa səhnələşdiriləcək.